Valideynlərin və müəllimlərin diqqətinə, uşaqlara bunu eləsəz cərimə oluna bilərsiniz. Uşağı tərbiyə eləmək məqsədi ilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunacaq. Report xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur. Sənədə görə valideynlər uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrinin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədi ilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və ya psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq. Bundan başqa, dəyişikliyə əsasən uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq. Fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 400 manatdan 600 manata qədər cərimə ediləcək. Uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manata qədər, vəzifəli şəxslər 500 manatdan 600 manata qədər cərimə olunacaqlar.